22 aprel 2026-cı il həftənin çərşənbə günü dəyərli izləyicilər, ali təhsilli şəxslər üçün hərbi xidmət 3 ay mı olacaq? Hal-hazırda bu mövzular müzakirə olunmaqdadır və ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr aktuallaşıb və bu məsələ həm cəmiyyətdə, həm də ekspertlər arasında fərqli yanaşmalar doğurur. Əsas sual isə ondan ibarətdir ki, belə bir modelin tətbiqi nə dərəcədə realdır və bu dəyişiklik ordunun hazırlıq səviyyəsinə, eləcə də kadr təminatına necə təsir göstərə bilər? Hərbi ekspert Üzeyir Cəfərov Demokrat Aza açıqlamasında bildirir ki, o ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılmasının tərəfdarlarından biridir və sonra da bu fikrini izah edir. Deyir, hesab edirəm ki, bu kateqoriyaya daxil olan şəxslər hərbi xidmətə başladıqdan sonra bir il ərzində öz ixtisaslarına dair bilik və vərdişlərinin bir qismini itirə bilərlər və bu heç arzu olunan hal deyil. Ali təhsilli şəxslər də digər hərbi qulluqçular kimi onlara həvalə olunan vəzifələri yerinə yetirirlər. Buna görə də burada imtiyaz və ya xüsusi bir güzəşt məsələsindən daha çox sistemin effektivliyi müzakirə olunmalıdır. Deyir, mənim fikrimcə bu müddət azaldılmalıdır. Hərbi xidmət müddətinin 1 il deyil, daha qısa bir müddət. Məsələn, 9 ay, 6 ay və yaxud hətta bəzi hallarda deyir 3 ay olması da mümkündür deyir. Çünki Azərbaycanda çağırış potensialı kifayət qədər yüksəkdir və ümumilikdə peşəkar ordu modelinə keçid istiqamətində addımların sürətləndirilməsi də vacibdir. Və deyir, bu yanaşmanı onunla əsaslandırıram ki, hər bir xalqın gücü onun savadlı kadrları ilə ölçülür. Azərbaycanda da elmə və təhsilə yönəlmiş kifayət qədər gənc var. Lakin uzun müddətli hərbi xidmət bəzi hallarda onların peşəkar inkişafında fasilə və motivasiya azalmasına səbəb ola bilər. Ona görə də xidmət müddətinin azaldılması daha məqsədə uyğun görünür deyib. Ekspert bildirib ki, həm ictimaiyyət, həm də rəsmi dairələr hərbi xidmət mövzusunu müzakirə etsələr də alternativ xidmət məsələsi kifayət qədər gündəmə gətirilmir və demək Üzeyir bəy bildirir ki, Azərbaycanda kifayət qədər hərbi təhsil müəssisələri və hazırlıq sistemləri mövcuddur. O baxımdan da hər kəs öz peşə seçiminə uyğun olaraq ya hərbi sahəyə, ya da digər ixtisaslara yönələ bilir. Ümumilikdə isə yanaşmam deyir ondan ibarətdir ki, ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması həm sosial, həm də peşəkar baxımından daha düzgün addım ola bilər. Bu prosesin gecikdirilmədən və daha balanslı bir şəkildə həyata keçirilməsi məqsədə uyğundur deyir ekspert. Siz nə düşünürsünüz bu barədə dəyərli izləyicilər? Gerçəkdən də ali təhsilli şəxslərin hərbi xidməti müddəti azaldılmalıdırmı? Üzeyir bəy dediyi kimi 3 ay mı olmalıdır, yoxsa 6 ay mı, 9 ay mı? Yəni sizin fikrinizcə müddətin azaldılması ümumi prosesə, Azərbaycan elminin inkişafına və yaxud da ki, gənclərin öz həyatlarını daha fərqli bir plan üzrə həyata keçirməsinə səbəb ola bilər. Lütfən bu barədə şərhlərdə öz fikirlərinizi yazın dəyərli izləyicilər.